Deməli, bugün milli kurikulumun prinsiplərinin izahını verirəm. Birinci sualda, bugün bizlərə torpaqlarımızın alınmasında şəhid və qazilərimizin, qəhrəmanlarımızdan, xalqımızın necə dəmir yumruq adı altında birləşməsindən bəhs edən Arif müəllim hansı prinsipə toxunub? Təbii ki, biz demişdik ki, milli bəşəri dəyərlərdir, Azərbaycançılıqdır, vətənpərvər ruhdur. Hansı prinsipdə idi? Təbii ki, şəxsiyyət yönümlülük prinsipdə özünü göstərəcək. Bir də cavabımız olacaq D bəndi. İkincidə, müəllim dərsini şagirdlərin maraqlarını qarşılayacaq şəkildə qurdu. Hansı prinsip reallaşıbdır? Demişdik, uşağın potensialını önəmsəməsi, uşağın meyil marağının nəzərə alması, uşağın meyilinə uyğun oyunlar təşkil edərək dərs sistemini qurması, hər biri, yəni burada şagird, uşaq əsas götürüldüyü üçün aid olacaq, deməli, şagird yönümlülük prinsipi. İkinci olacaq C bəndi. Üçüncü, Gülnarə müəllim sinifə daxil olanda xatırladı ki, bugün gündəlik planlaşdırmasını aparmayıb. Hansı prinsip pozulub? Biz demişdik ki, əvvəlcədən hazırlaşmaq, əvvəlcədən işini görülməsi, əvvəlcədən planının hazırlanması hər biri hansı didaktik prinsipin daxilində idi? Deməli, aid olacaq milli kurikulumun prinsiplərindən olan nəticə yönümlülük. Üstə cavabımız olacaq Y bəndi. Yəni, əvvəlcədən plan hazırlanmalıdır və buna uyğun da dərs prosesi həyata keçməlidir. Dördüncü, Ayazın ən sevdiyi iş sulu rollu oyunlar idi. Çünki Ayaz daima hərəkətdə olmağı sevirdi. Hansı prinsipin göstərgəsidir? Rollu oyunlardır, bədən kinestetikadır, hərəkətlilikdir, psixomotor bacarıqdır, hərəkətin ön planda olmasıdır. Bunların hər biri aid olur şəxsiyyət yönümlülük prinsipində. Şəxsiyyət yönümlülükdə idrak, ünsiyyət, psixomotor, bir də milli bəşəri dəyərlərdir. Deməli, Ayazın ən sevdiyi iş sulu rollu oyunlar idi. Çünki Ayaz daima hərəkətdə olmağı sevirdisə, təbii ki, bu da şəxsiyyət yönümlülüyə aid olacaq. Beşinci, Aydan verilən tapşırığı nə qədər oxusa da beynində ümumiləşdirmə edə bilmirdi. Ümumiləşdirə bilmirdi, təhlil edə bilmirdi, başa düşmürdü. Biz nə demişdik? Deməli, idrakda başa düşməkdir, anlamaqdır, izah etməkdir, əlaqələndirməkdir, həmçinin təhlil edə bilməməsi, deməli, idrakının işə düşməməsi, başa düşməməsi hər biri, deməli, şəxsiyyət yönümlülük prinsipindədir. Burada cavabda ən son hissələrdə qeyd olunub inteqrativlik, amma cavab inteqrativlik deyil, şəxsiyyət yönümlülükdür. Bir balaca texniki səhv olubdur, amma cavabımız olacaq 5-də D bəndi. Yəni, şəxsiyyət yönümlülüyü. Beynində ümumiləşdirmə apara bilməməsi, təhlil edə bilməməsi, başa düşməməsi, bunların hər biri şəxsiyyət yönümlülükdür. 6-cı, Ayşə müəllimə riyaziyyat fənnini tədris edərkən onu informatika ilə əlaqələndirdi. Biz demişdik ki, əlaqələnmə hansı prinsipin daxilindədir? İnteqrativliyin daxilindədir. Hər hansı bir işi görərkən başqa bir işlə əlaqələndiririksə, bu təbii ki, olacaq inteqrativli. Həmçinin Ayşə müəllimin etdiyi kimi, riyaziyyat fənnini tədris edərkən onu informatika ilə əlaqələndirdi. Bu da olacaq, deməli, inteqrativlik prinsipi. 7-də, ilin sonunda, baxın, bir şərtdə mütləq diqqətli olmalıyıq ki, bizdə nəyi tələb edir? İlin sonunda nəzərdə tutulan bilik bacarıqlar şagirdlərdə tam formalaşmamışdır. Çünki kurikulumun prinsipi pozulub. Bu nəyə görə? Yəni, nöqtələrin yerinə biz əlavə etməliyik. Demişdik ki, ilin sonu və yaxud da əvvəlcədən şagirdlərin biliyinin formalaşması və ya formalaşmaması, bunların hər biri aid olacaq nəticə yönümlü. Yəni, müəllim düzgün şəkildə sistemi qurmalıdır ki, uşaq nə isə öyrənə bilsin, biliklərə yiyələnə bilsin. Ona görə burada ilin sonunda nəzərdə tutulan bilik bacarıqlar şagirdlərdə tam formalaşmamışdır. Çünki kurikulumun nəticə yönümlülük prinsipi burada pozulubdur. 8-ci, Leyla müəllim elektron lövhədən istifadə etməyi bacarmadı, hansı prinsip pozuldu? Müasir dövr bizdən tələb edir ki, mütləq biz texnologiyaları bilməliyik.
Ən azından video slaytlar hazırlamağı bacarmalıyıq. PowerPoint-dir, Word proqramıdır. Bir neçə proqramı bilib və tətbiq etməliyik. İstər müəssisələr, məktəblərdə olsun, istər bağçalarda olsun, fərq etmir. Yəni mütləqdir ki, müəllim bilməlidir və bir neçə, məsələn, məktəblərdə, bağçalarda elektron lövhələr olur. Oradan istifadə etməyi bacarmalıdır, öyrənməlidir. Bilmirsə də əgər bunu təbii ki, öyrənməlidir. Müəllimin öyrənməyi, öyrənmək bacarığı olmalıdır. Hər daim inkişafa açıq olmalıdır. Ona görə burada pozulub deməli tələb yönümlülük prinsipi. 9-cu. Müəllim məzmunu geniş olan dərsi şagirdlərin qavramasını nəzərə almadan birbaşa hazırlamalar üçün ev tapşırığı verdi. Geniş olan dərsin deməli şagirdlərin qavramasını nəzərə almadan birbaşa hazırlamalar üçün ev tapşırığı verdi. Deməli, qavrama, potensial, uşağın dərk etməsini nəzərə almadan ev tapşırığı verirsə, bu yükləməkdir. Yəni, bu düzgün deyil. Burada da şagird yönümlülük prinsipi pozulubdur. 10-cu da şagirdlərin rəngli şəkillərə qarşı marağının olduğunu müşahidə edən müəllim onları daha da maraqla öyrənməsi üçün müxtəlif rəngli şəkillərdən istifadə etdi. Yenə də bu şagird yönümlülükdür. Çünki sırf onların istəyidir, tələbatıdır, marağıdır. Bunların hər birinin həyata keçirilməsi deməli aid olacaq şagird yönümlülük prinsipinə.